Heyvan ölsə onu bastırmaq lazımdır, yoxsa nə lazımdır? Əziz qardaşlar, ümumiyyətlə bastırmaq insana vacibdir ki, insan öləndə onu bastırmaq lazım. Fərqi yoxdur. Müsəlmandır, qeyri-müsəlmandır. Müsəlmansa şəriət qaydaları ilə mütləq bastırılmalıdır. Qeyri-müsəlmansa da şəriət qaydaları ilə indi Allah korusun kimsə də birdən valideynidir. Necə ki, Əli radiyallahu anhunun atası Əbu Talib dünyasını dəyişəndə Peyğəmbər sallallahu əleyhi və səlləmə cavab deyir ki, "Ey Allah Rəsulu, sənin özünə zülm edən əmin dünyasını dəyişdi." Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, get onu, o cənazədə iştirak etmir, orada da getmir, deyir ki, onu bastır deyir. Yuyulmur, kəfənlənmir, cənazə namazı qılınmır. O ki qaldı heyvanlara, alimlərdən bir neçə dənə qövl qeyd olunubdur. Bir qism alimlər deyirlər ki, əgər o atılarsa da qırağa, onunla insanlara zərər olarsa, üfunət, pis iy gələrsə, bastırmaq lazımdır. Bir qism alimlər deyirlər ki, elə bastırmayıb o heyvanı biraz insanların yaşadığı yerdən aralıya atıb başqa heyvanlar da faydalansın deyə belə etmək daha yaxşıdır. İnsan vəziyyətə, duruma baxır.